Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərini 15 dekabrdan 22 dekabra doğru su ünsürlərini nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar bu həftə ruhunuzun dincəldiyi bir həftədir. Yəni bu həftə nə edirsiniz edin. Birinci növbədə ruhunuzu dincəldəcəksiniz. İstədiyiniz kimi addımlar, istədiyiniz kimi hərəkətləri aktivləşdirməyi bacaracaqsınız. Burada sadəcə narahat edən məqamlardan bir balıqlar bilirsiniz nədir? İçinizdəki şübhələr var ha insanlara qarşı. Hiss edəcəksiniz və hiss etdiyiniz hər bir şeyin nəticəsini əldə edəcəksiniz. Yəni mənim sənə qarşı şübhəm, səndən qarşı duyduğum narahatçılıq, xoşa gəlməz bir enerji varsa, buna əmin olun ki, düz hissiyatınız var və hissiyatınız sizi bu həftə yanıltmıyordur. Çünki enerjiləriniz tam stabil olacaq, algılarınız, qəbul edici emosiyalarınız, beyniniz, məntiqiniz tam doğru bir məlumatları, tam doğru siqnalları sizə doğru yönləndirəcək. Uğurlu həftədir balıqlar, pul olaraq, maddiyyat olaraq, özünüzü kəşf etmə olaraq, özünüzü yeniləmə baxımından. Balıqlar yeni bir alana keçəcəksiniz. Bəli, həftənin sonlarına doğru iş, pul, maddiyyat baxımından təkliflər nəticəsində iki qapı arasında qalacaqsınız. Hansı qapıya doğru gedim, özümü necə aktivləşdirim və özümü necə kəşf edərəm deyə, belə deyim, içimizdə bir balaca dəngəsizlik olacaq, amma buna baxmayaraq, bu həftə özünüzü güclü hesab edəcəyiniz, özünüzə inandığınız, özünüzün öndə olacağınız, hiss etdiyiniz həftələrdən biridir və həftənizi 85%-ə qədər uğurlu edə bilərsiniz. İçinizdəki şübhələr, içinizdəki narahatçılıqlara əmin olun, düz istiqamətdədir. Xərçənglər mən qaldırıram, düşürlər. Xərçənglər bu həftə belə deyim də öz gözünüzün qabağında olanları görməyəcəksiniz. Yəni bu həftə evren sizi şans olaraq öndə saxlayacaq, amma siz bu şansdan istifadə edə bilməyəcəksiniz. Özünüzü qəfəsdə hiss edəcəksiniz. Gələn insanlar sevgi ilə gələcək, o sevgi sizə yetməyəcək. Maddisal dəngənizi saxlaya bilməyəcəksiniz və ən əsası keçmişdən yaranmış bir problem, keçmişdən yaranmış bir udar elə bir sizi gəlib aparacaq. Yəni keçmişdə yaşadığınız bir problem yenidən gələcəyinizə gələcək və sizin stabiliyyinizi, sizin dəngənizi, sizin beyin olaraq məntiqinizi stabilləşdirə bilməyəcəksiniz. Ailə üzvlərinizlə əlaqədar danışıq, kontakt üslubunuza fikir verməz. Çünki bu həftə elə bir həftə olacaq ki, ailə üzvlərinizlə istədiyiniz kontaktı yüksək səviyyədə qura bilmədiyiniz üçün, belə deyim də, mən doğruyam, mən haqlıyam, özünüzü göstərməyə çalışırsınız. Amma əmin olun ki, siz doğru və haqlı deyilsiniz xərçənglər. Çünki xərçənglər birinci növbədə emosiyaların, enerjilərlə idarə elədiyi üçün, məntiqini ikinci sferada qoyduqları üçün heç bir şeyi məntiqi olaraq, yaddaş olaraq aktivləşdirə bilməyəcəksiniz. Sağlamlıqla bağlı bəzi problemləriniz olacaq. Onurğavızda, boyun sisteminizdə narahatçılıqlar var. Xoşuma gəlməyən saç, dəri sisteminizdə də bəzi problemlər ola bilər. Bunlara fikir verməzsiniz. Həzm sisteminizdə də bilmirəm nələr qəbul edirsiniz. Həzm sisteminizdə yüngül-yüngül sinirsel simptomlar özünü bildirəcək ki, məndə narahatçılıq var deyə. Xoşuma gəlmədiniz xərçənglər, amma buna baxmayaraq 68%-ə qədər bəlkə də qaldıra bilsəz 71-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Əqrəblər bu həftənin narahat edici insanlardan biri də əqrəblər sizsiniz. Əqrəblər o qədər narahat edici olacaqsınız ki, öz narahatçılığınızı bütün hər kəsə bildirəcəksiniz. Mən narahatamsa, sən də narahat olmazsın. Mən aqressivəmsə, bu aqressivliyi hamıya göndərim. Heç kəs ətrafımda gülməsin, şənlik etməsin. Bir balaca öfkəviz normadan çox olacaq. Və bu öfkəvizin normadan çox olması ətrafınızda olan insanların aurasının mənfi və lazımsız insanlar olaraq sizə doğru gəlməsidir. Ətrafınızda olan mənfi enerjilər, mənfi insanları həyatınızdan çıxartmağı bacara bilsəz, həftənin sonlarına doğru çərşənbə günü keçə bilsəz, biraz burada düşmüş var. Cümə günündən bazar ertəsinə doğru öz gücünüzü, öz bərpavınızı, öz hökmranlığınızı əldə edə bilərsiniz. Uzaqlaşacaqsınız, mühitlərinizdən uzaqlaşın, hər dəfə getdiyiniz yerlərdən uzaqlaşın. Evdə harda olursunuz, çox mühitinizi, enerjinizi dəyişməyə çalışın. Çünki şansınız sizə doğru gəlir, amma sizin içinizdəki öfkə, ağzıma gələn sözləri demək, özümü ifadə etmək, səhv olduqlarını bildirmək. İçimizdəki o əqrəb var, sancan əqrəb. Onu biraz aşağı salırıq, onu biraz zaman çərçivəsinə doğru idarə etməyi, biraz belə deyim də qıraq bir alana qoyuruq. Stabilliyi həftənin sonlarına doğru bacaracaqsınız, böyük ihtimal gələn həftəyə doğru şansınız da bərpa edəcək. Çünki şans enerjisi gələn həftəyə doğru aktivləşir. Gücünüz yetərincədir, amma içimizdəki öfkə sizin bilirsiniz də bizim içimizdəki mənfilik bizi daha da aşağı sala bilər. İçimizdəki öfkəni idarə edə bilsəz, 73%-ə qədər əqrəblər həftənizi uğurlu edə bilərsiniz.